Моя кухня. Mənim mətbəxim. Привет. Меня зовут Лиза. Salam. Mənim adım Lizadır. Я живу в Баку. Mən Bakıda yaşayıram. Сегодня я вам покажу мою кухню. Bugün mən sizə mənim mətbəximi göstərəcəm. Это моя кухня. Bu mənim mətbəximdir. Она большая, светлая, и там есть все необходимое. O böyükdür, işıklıdır və orada lazım olan hər şey var. Справа стоит холодильник. Sağda soyuducu var. Там всегда есть творог, колбаса, молоко, сыр, яйца, варенье и фрукты. Orada hər zaman kəsmik, kolbasa, süt, pendir, yumurtalar, mürəbbə və meyvələr var. Слева стоит посудомойка. Solda qab yuyan var. Она только что помыла посуду. O indicə qabları yudu. Посмотрите, какие чистые тарелки и кружки. Baxın, boş qablar və fincanlar necə də təmizdilər. Ложки и вилки тоже. Qaşıqlar və çəngəllər də həmçinin. Это плита. Bu плитədir. Над плитой висит вытяжка. Плитənin üstə aspirator asılıb. Сейчас я готовлю борщ и сырники. İndi mən borş və kəsmikli kökələr bişirirəm. Я очень люблю готовить. Mən yemək bişirməyi çox sevirəm. Еще там есть тумбочки. Orada həm də tumbuçkalar var. На них стоят чайник, тостер и кофемашина. Onların üzərində çaydan, tost makinası və qəhvə aparatı var. На стене висят шкафчики. Divarda kiçik şkaflar asılı. Там стоит посуда, тарелки, кружки и стаканы. Orada qablar var. Boş qablar, fincanlar və stəkanlar. Это стол. Bu masadır. На столе лежат мандарины. Masanın üzərində mandarinlər var. Еще на столе лежат вафли, конфеты и чашка кофе. Masada həm də vafli, konfetlər və bir fincan qəhvə var. Каждое утро я пью чай. Hər səhər mən çay içirəm. Иногда я пью кофе. Hərdən mən qəhvə içirəm. У окна стоит растение. Pəncərənin önündə bitki var. Я поливаю его каждый день. Mən onu hər gün sulayıram. Мне нравится моя кухня. Mətbəximi mən xoşlayıram. Здесь я готовлю, пью чай и слушаю музыку. Burada mən yemək bişirirəm, çay içirəm
və musiqi dinləyirəm.